Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsib edirəm. Həqiqətən də Allah Subhanahu wa Ta'ala mübarək kitabında buyurur ki, sizin hörmətiniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Ta'ala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyə ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyə əmr edibsə, o şeylərdən uzaq durmaq olar, bu sifəti qazanmaq olar, yəni təqvalı olmaq olar. Quran inkarçıları, din düşmənləri barəsində olan 96-cı videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın dəyərli dinləyicilər. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaq arası ilahətçiləri, bu yalancıları, bu şarlatanları, din və İslam adı altında insanları dinsizliyə, imansızlığa sürükləyənləri, səsləyənləri tanımış və onların yalanlarından, hilələrinə agah olmuş olasınız. Bu günləri dəyərli dinləyicilər sosial şəbəkələrdə Allahın dininə qarşı, İslam dininə qarşı, Peyğəmbər sallallahu aleyhi və səlləm yoluna, sünnətinə, hədislərinə qarşı görürsünüz ki, həqarət, təhqirlər, yəni istehzalı videolar çəkmək çoxalıb, həddindən artıq çoxalıb, yəni dinsizlik çoxalıb. Yəni bu dinsizliyin artmasına, çoxalmasına şərait yaradan insanlar var, hansı ki, onlar çalışırlar ki, müsəlmanları Allahdan, onun Peyğəmbərindən ayırsınlar. Və bu dırnaqarası ilahiyyətçilər bu işin başında gedənlərdir, hansı ki, bunların məqsədi müsəlmanları Allahdan və onun Peyğəmbərindən uzaqlaşdırmaqdır. Çünki Allahın kitabında və Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə buyurduqlarında elə bir şey yoxdur, elə bir məsələ yoxdur ki, bu dırnaqarası, bu ilahiyyətçi, bu dinsiz şünas, bu məsələləri hamısı inkar etməsin. Ona görə hətta ateistlər özləri belə şokdadırlar ki, yəni bu necə İslam dinini təbliğ edir ki, onun dediyi ilə İslam dini arasında heç bir əlaqə yoxdur. Onun dedikləri özünün uydurduğu İslam dinidir. Yəni özünün uyduraraq insanlara sıradığı bir İslam dinidir. Yəni İslam dinine onun heç bir əlaqəsi yoxdur onun dedikləri. Və Allah həmd olsun 96 dənə videodur və hər videoda bunun ağzına gələn danışıqlarına cavab vermişik. Allah həmd olsun Allahın kitabından və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsindən. Ona görə kim istəsə, yəni girib bu dərsləri dinləyə bilər və tövsiyə edirəm ki, dinləyin, dinləməklə bərabər də paylaşın ki, insanlar bu şarlatanı tanısınlar. Düzdür, Allah həmd olsun ki, belələrinə qulaq asanlar ancaq bunun kimi ağılda olan insanlardır. Hansılar ki, xirtdəyə qədər günahın içərisində boğulan kəslərdir. Fuhuş işləri, günahları sevən kəslərdir. Və dediyim kimi, necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində buyurur ki, bilirsiniz ki, Adəm əleyhissalamın oğlanları, iki oğlu Habil, Qabil, biri digərini öldürür. Axıllıqdan, qısqanclıqdan, həsəddən digərini öldürür. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yer üzündə ilk, yəni qətil, adam öldürməyin əsasını o qoyur. İlk olaraq insan öldürən olur, öz qardaşını öldürür, doğma qardaşını. Və Allah Rasulü buyurur ki, bundan sonra kim ki bu işi görəcəksə, yəni kim ki insan öldürəcəksə, onun günahından bir pay Adəmin oğluna da gələcək. Niyə görə? Çünki səhv olan, günah olan bir cığır qoyub. Günah olan bir yol qoyub ki, hansı ki kim ki o günaha edəcəksə, əməl edəcəksə ona, yəni insan öldürəcəksə, onun günahından bir pay Adəmin oğluna da gedəcək. Çünki birinci oğlu. Bu günləri sosial şəbəkələrdə Allahın dininə qarşı olan həqarətdir, təhqirlərdir, sünnəni ələ salma, Allahın kitabını yandırma, bütün məsələlərin bir payı da buna gedib çıxır bir ucu. Çünki bu şarlatan, o işin nədir? Əsasını qoydu. O işin əsasını qoydu. Allah subhanahu ta'ala tapşırır ona. Allah onun layiqli bəlasını versin. Amin. Deməli, bilirsiniz ki, İslam dinində elə bir məsələ yoxdur ki, bu insan onu inkar etməsin. Hətta namazdır ki, namazı da belə, qadın deyir, gündəlik hansı geyimdə gəzirsə, yəni qısa yufqa, çiynə açır, qol açır, durub namazını qıla bilər, qiblə tərəf durmaq şərt deyil. Və yaxud da
Qədr gecəsi nədir? Qədr gecəsi deyilən bir şey yoxdur. Və yaxud da həc nədir? Həc BMT-dir. 1954-cü ildə qurulmuş BMT-dir ki, BMT-də necə kafirlər qurublar, eləncə də həc də elə olmalıdır ki, bütün dövlətlərdən insanlar, başçılar yığışsınlar ora, zülmə məruz qalan hansısa bir məmləkət varsa kömək eləsinlər. Yəni ona görə də şəriətdə, İslam dini nə varsa bu hər şeyi inkar edir və həccə qarşı bunun düşmənçiliyi ayrı bir məsələdir. Yəni ayrıca bir çəkiləcək bir neçə videodur. Hansı ki, bunun insanın həccin əhkamlarına qarşı, Səfa Mərvada gezməkdir, İbrahim məqamında namazdır, şeytana daş atmaqdır, Ərafadır, Müzdəlifədir. Bütün bunlara qarşı bunun içində kin var, nifrət var. Hətta özü də etiraf edir ki, mən peşman olmuşam vaxtı ikən ora getdiyimə görə. Allahu Ekber. Dinləyək dəyərli dinləyicilər və görək Allah Subhanahu taala bizə Quran-ı Kərimdə həcc barəsində nə deyir. Daşlamaq özü absurddur. Nə oldu? Şeytan orada nə gəzir? İndiyə qədər milyonlarla insan daşlayıb bunu öldürə bilmədilər mi? Buna dəyərmi? Məqsəd budurmu? Orada gedib fırlanmaqdırmı? Sonra Səfa Mərvə arasında qaçmaqdırmı? Sonra gedib güya şeytan dayanıb orada daş atmaqda ölmədimi? Bitmədimi? Atanlar bəzən elə olur ki, arxadan elə atırdılar ki, məsələn İndoneziyadan gələn insanlar bəs nədir? Heç bir zaman bu deyək ki, Kəbə olsa, bunun ətrafında fırlanmaq sənə heç bir şey qazandırmır. Bunun ətrafında fırlanmaq sənə heç bir şey qazandırmır. Sadəcə daşın ətrafında hərlənirlər, fırlanırlar. Orada dövrə vurduğum zaman bu mənə nə qazandırır? Orada Səfa Mərvə deyilən bir anlayış var. Orada qaçmaq, orada hərəkət eləmək sənə heç nə qazandırmır. Məqam-ı İbrahim deyilən bu boyda bir yer çıxarıbdılar. Məqam-ı İbrahim deyilən bu boyda bir yer çıxarıbdılar. Eşidirsiniz də nə deyir? Yəni məqam-ı İbrahim deyilən bir dənə bu boyda yer çıxarıblar. Yəni bu elə bilir ki, Allah Resulü sallallahu aleyhi ve sellem onu çıxardı ora. Güya İbrahim peyğəmbərin ayağı izi. Güya İbrahim peyğəmbərin ayağı izidir. Onun arxasından namaz qılırsan, onun arxasından namaz qılırsan. Bu bütpərəstliyə aparan səbəbdir. Gör nə deyir? Bu bütpərəstliyə aparan bir səbəbdir. Halbuki İslam dini bütpərəstliyə qarşı döyüşən bir dindir. İslam dini Kəbədə 366 dənə bütü yıxmaqla gəldi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur. Sonra dinləyəcək yenə də onun ağzına gələn danışmalarını. Allah Subhanahu taala isə dəyərli dinləyicilər, Bəqərə surəsi 125-ci ayətində görün nədir? Biz evi, yəni Kəbəni insanlar üçün ziyarət və əmin-amallıq yer etdik. Bu ayət dəlildir ki, Allah Subhanahu taala o Kəbə evini seçib. O Kəbə evini Allah taala müsəlmanlar üçün seçib. Necə ki, Allah Subhanahu taala hər bir müsəlman ölkəsində, yaxud da kafir ölkələrində olan məscidlər Allahın evləridir. Müsəlmanlar həmin o evlərdə toplanaraq öz Rəblərinə ibadət edirlər. Kəbə isə Allah Taala'nın yer üzündə seçdiyi bir yerdir. Müsəlmanların namaz qıldıqları zaman yer üzündə olan milyardlarla, 3 milyarda yaxın müsəlman var. Namaz qıldıqları zaman üzlərini ora yönəltdikləri bir yerdir. Biz İbrahimə və İsmailə belə dedik. Evimi tavaf edənlər, etiqafa girənlər, ruku və səcdə edənlər üçün təmizliyin. Ayət dəlildir ki, Allah Subhanahu taalanın evini İslam dinində yox, İslamdan da öncə bu qədim bir evdir. Hansı ki Allah Taala İbrahimə və İsmailə deyir ki, evimi tavaf edənlər üçün təmizliyindir. Sonra Allah Taala Həcc surəsi 29-cu ayətində buyurur ki, sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim evi Allah Taala xüsusilə buyurur, Kəbəni tavaf etsinlər. Kəbəni tavaf etsinlər. Həqiqətən də Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Bu insan deyir ki, bu bədbəxt deyir ki, özlərindən deyib bir dənə yer uydururlar. Məqamı İbrahim, Səfa Mərvə deyir, nə qazandırır sənə orada bir qaçmaq? Allahu Akbar. Allah Subhanahu taala deyir ki, həqiqətən də Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi Kəbəni həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları tavaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görərsə bilsin ki, Allah şükrün əvəzini verəndir və biləndir. Bəqərə surəsi 158-ci ayət. İnsan gecə və gündüz sinəsini döyür ki, mən sizi Qurana çağıram, mən sizi Qurana bağlanmağa çağıram, məzhəblərdən uzaq olun, hədislərdən uzaq olun, uydurmadır hədislər, mən sizi Quran ayətləridir. Görürsünüz, dəyərli dinləyicilər, bu insanın məqsədi insanları Qurana yox, dinsizliyə çağırmalıdır. Quranı sevgiyə yox, dinsizliyi, imansızlığı sevgiyə çağırmalıdır. Ona görə bu deyir.
Məgər bu ayətlərdən bunun xəbəri yoxdur, bədbəxtin. Əlbəttə xəbəri var. Sadəcə bu insan şarlatandır, bu dinsiz şunal. Bu şarlatandır, şeytandır. Ona görə insanlara nə edir? Çalışır ki, öz yolu ilə aparsın. Orada aydın nişanələr. Baxın, deyir ki, özlərindən bir dənə İbrahimin məqamı uydururlar. Orada aydın nişanələr, İbrahimin məqamı vardır. Allah Subhanahu taala deyir ayətdə. Bu deyir ki, bunlar bir özlərindən çıxarılır. Oraya daxil olanın təmizliyi təmin olunar. Evi, Kəbəni ziyarət etmək insanların yoluna güc çatan hər kəsin Allah qarşısında borcudur. Hər kəsin. Allah Subhanahu taala buyurur ki, Kəbəni ziyarət etmək, ora gücü çatan hər bir kəsin Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, ya nəyi inkar edərsə, həccə getməyi inkar edərsə. Kim bunu inkar edərsə bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur. Allahu Akbar. Bu Allah Subhanahu taala ayətləridir. Hansı ki Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, insanlar nədir? Həcc ibadətini edir. Çünki həcc ibadəti İslamın dayaqlarından biridir. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm mübarək hədisində buyurur ki, İslam 5 dayaq üzərində bina edilmişdir. Şəhadət, namaz, oruc, zəkat və həcc. Səhhəti, gücü çatan və imkanı olan həcc ziyarətini etməlidir. Allahu Akbar. Baxaq, görək sonra bu nə sağlayır. Oranın xüsusi müqəddəsliyi anlayışı yoxdur. Oranın xüsusi müqəddəsliyi anlayışı yoxdur. Bizim müqəddəs torpaqlarda nə işimiz var? Ümumiyyətlə, hamı həccə getməlidir. Yəni, burada başqa bir məsələyə yanaşaq. Birincisi, müqəddəs torpaq anlayışı varmı? Müqəddəs torpaq anlayışı varmı? Allah orada duaları daha çox qəbul edirsə, orada yaşayanlar keyfdədir ki. İstədikləri vaxt, elə gedim bir dənə dua eləyim, orada dua elədim, qaydanda gördüm ki, Ferrari həyətimdədir. Bir dənə mənim ora gedib dua eləməyimlə olacaqsa, o zaman 30 il əvvəl elə bütün günü Allahşükür Paşazadə deyirdi ki, biz orada dua eləyirik. O duanın nəticəsindən gördünüz neynədir? Ölkə başçısı əməli ilə, proseslərlə, dronlarla, bizim o şəhid olan canlarımızla bir arada girildi və torpaqlarımız işğaldan azad edildi və salam. Yoxsa mən Məkkəyə getdim, bunu dua elədim. Niyə? Nə olur? Yəni dua eləməklə onlar hamısı qorxub qaçacaqmı? Yəni bizim problemimiz bundadır ki, biz həqiqətən düzgün analiz eləmirik. Bizim problemimiz bundadır ki, biz həqiqətən düzgün analiz eləmirik. Bütün insanlar mı həccə getməlidir? Xeyr. Niyə həccə getməlisən? Niyə həccə getməlisən? Bu gün müsəlman olmayanların ora getməsinə qadağan eləyibdilər. Haram olduğunu deyirlər. Bu gün müsəlman olmayanların ora getməsinə qadağan eləyibdilər. Haram olduğunu deyirlər. Təsəvvürləyin təkcə həcc biznesindən təşkilatçı olaraq həmin ölkənin qazancı 30 milyard dollardır. Mən də deyirəm ki, baxın, getmək istəyirsən get, heç kim heç nə deyə bilməz. İnsanlar bu günlərim Antalya'da da gedir, Bodrum'a da gedir, Maldiv adalarına da gedir. İnsanlar turist kimi kim hara getmək istəyir özü bilər. İstəyir məsələn Miami'yə getsinlər, istəyir Maldivə getsinlər, istəyir Kəbəyə getsinlər, özləri bilər. Mən də o səhv eləmişəm. İndi də gedərəm, ancaq onların dediyi formada deyil. İndi getsəz nə edərsiniz? İndi getsəm sadəcə kənarda müşahidə eləyərəm, videolar çəkərəm. Niyə həccə getməlisən? Niyə həccə getməlisən? Müəyyən qədər pul yığdın, getdin orada sən nə edirsən axı? Bura sənə nə verdi? Yəni bu idi min məqsəd. 3 dəfə, 6 və hətta 10 dəfə həccə gedən adamları var. Heç bir dəfə getməyin mənası nədir sənin? Aha, hətta. Yəni bugün mən açığı ilk dəfə gedəndə avtobusla gedənlərdən biriyəm, çox çətinliklə gedənlərdən. Düzdür, ödənişini eləyib getmişdik. Həmin orada belə insanlar, mən orada gördüklərimi görəndə deyirdim ki, yeni İslama gələnləri bura gətirsəniz adım İslamdan çıxar. Yəni peşman oldunuz getməyinizə? Əlbəttə, peşman olmuşdum. Ondan sonra təzədən özüm 2 dəfədə umrədə peşman olmuşdum. Eşitdiniz dəyərli dinləyicilər bu axmaq insanın sözlərini? Allahu Akbar. Həqiqətən də o belə bir məsəl var. Çirkinlik axtaran hara getsə, gözəl bir yerə getsə də belə, onun qarşısına ancaq o çirkin şeylər yadda qalacaq. Amma hər bir yerdə, hər bir məmləkətdə yəni çirkin olan şeylər var, pis olan şeylər var. Hətta bizim məmləkətdə də var pis olan, çirkin olan şeylər var ki, biz dövlətimizi, torpağımızı sevirik, məmləkətimizi sevirik. Niyə görə? Onun gözəllikləri çoxdur, ona görə. Məkkə Mədinə isə, dəyərli dinləyicilər, yer üzündə olan 3 milyard müsəlmanın arzuladığı və istədiyi bir yerdir. Və sevərək getdiyi bir yerdir. İnsanlar illərlə pul üstə yığaraq ora girərlər.
pul üstə, qəpiyi üstə qoyub arzusunda, niyyətində olub ki, ora getsin. Və Allah Subhanahu taala onu müyəssər edib ora getməyə. Ora gedənlər bilirlər oranın əzəmətini, oranın gözəlliyini, oranın rahatlığını, sükunətini, sakitçiliyini, insana hüzur verdiyini. Vallahi ki, dəfələrlə şahid olmuşuq ki, bir dəfə əlini qaldırıb dua edirsə, həmin anda o dua yerinə yetirir. Qardaşlar var ki, deyir, mən nə dua etmişdimsə, oradan gələndən sonra hamısı yerinə yetdi. Hamısı Allah həmd olsun. Sadəcə, bu cürlə bədbəxt insanlar bu şeyləri anlamazlar. Bu şeyləri anlamalı. Yəni, məqsədi var bu insanları Allahın dinindən uzaqlaşdırmalıdır, qardaşlar. Vəssalam. Allah üçün həc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın, Allah təala deyir. Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya 30 tutmalı, yəni 30 gün oruç tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Allah yolunda qurban kəsməlidir. Başqa bir ayətdə isə Allah Subhanahu taala buyurur ki, Allah öz elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi. Allah qoysa siz əminamanlıqla başlarınızı qıxdırmış, bəziləriniz saçlarını qısaltmış halda və qorxmadan məscid harama daxil olun. Bu ayətlər həccin əhkamlarını bizə göstərir ki, insan Səfa Mərvada, İbrahimin məqamında namaz qılması və ya tavaf eləməsi Kəbəni, Ərafatda durmaq, şeytana daşlamaq, bu şeytan orada oturmayıb. Şeytan orada oturub dayanmayıb, gözləmir ki, kimsə gəlsin ona daş atsın. Və yaxud da kimsə ora gedirsə cahilliyindən götürüb ayaqqabısını atırsa o şeytana, daşlayan yerdə. Bu İslamın qəbahətli, pis olduğu demək deyil. Bu o insanın cahilliyindən irəli gəlir. O insan sünnəti bilmədiyi üçün götürüb ayaqqabısını atır. Amma Peyğəmbər sallallahu aleyhi ve sellemin bizə sünnəti xırda-xırda daşlardır. Eşitmişsiniz hər biriniz ki, nə qədər uydururlar ki, daşları orada birini, nə bilim, 7 dollardan satırlar, 1 dollardan satırlar. Gedənlər də bilirlər ki, bu hamısı yalanlar, din düşmənlərin, bu cürlə şarlatanların uydurduğu bir şeylərdir. O daşlar orada dolub, yığ, apar, at. Bu rəmizdir. O vaxtı ki, İbrahim əleyhissalam oğlu İsmaili qurban kesməyə aparanda Allahın əmri ilə Allah Teala əmr edir İbrahimə və gecə hər ikisinin yuxusunda ikisinə də göstərir ki, apar oğlunu kes. İbrahim əleyhissalam oğlunu kesməyə aparanda hər dəfə şeytan onun qarşısına çıxanda onu daşlayırdı. Şeytan onun qarşısına çıxıb niyə görə? Yolundan azdırmaq istəyir. Döndərmək istəyir ki, kesməsin oğlunu qurban. Amma İbrahim əleyhissalam onu edir. Sonra Allah Teala qoç göndərir ki, o qurbanlığın, yəni oğlunun yerinə qurban kesməyə əmr edir və bu da həmin o vaxtdan bu vaxta qədər bu əhkam qalıb və qiyamətə kimi də gedəcək. Bu şeytana daşınmaq bir rəmizdir. Şeytan orada, əlbəttə ki, şeytan orada oturmuyor. Şeytan hər yerdə şeytan var. Və şeytan hər bir yerdə çalışır ki, insana nə etsin? Azdırsın. Necə ki, sənin kimi şarlatanlar, sənin kimi şeytanlar bu günləri çıxıb insanlara nə edir? Azdırmağa çalışırlar. Sonra Allah Subhanahu taala buyurur, həqiqətən də mən sənin Rəbbinəm. Başqalarını çıxar. Çünki sən müqəddəs Tuva vadisindəsən. Allah Subhanahu taala Musa əleyhissalama ayaqqabılarını çıxarmağa əmr edir. Nə üçün? Çünki o müqəddəs bir yerə girir. Məkkə, Mədinə müsəlmanlar üçün müqəddəs bir yerdir. Müsəlmanların diyarı, torpağı, insanın yaşadığı öz torpağı deyən onun üçün müqəddəsdir. Hər bir insanın valideyni, anası, atası onun üçün müqəddəsdir. Müqəddəslik hər bir kəsə görə dəyişə bilər. Sənə görə müqəddəs ola bilər, odur, mənə görə ola bilər, budur. Allah həmd olsun. Və bu müqəddəslik var çünki Allah Subhanahu taala Quranda buyurur. Lakin var ümumi müqəddəslik. Quran-ı Kərim bütün müsəlmanlar üçün müqəddəsdir. Hər hansı bir müsəlman deyə bilməz ki, yox, bəzi müqəddəs deyil. Çünki hər bir müsəlman o kitabı hər bir şeydən çox istəyir. Çünki Allahın kəlamıdır, Allahın sözüdür. Həmçinin Məkkə, Mədinə hər bir müsəlman üçün sevdiyi, can atdığı, tələsdiyi bir yerdir. Onun üçün müqəddəsdir. Ey iman gətirənlər, həqiqətən də müşriklər murdardır. Odur ki, özlərinin bu ilindən sonra Məscid-ül Hərama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, bilin ki, Allah istəsə öz lütfündən bəxş etməklə sizi varlandırar. Həqiqətən Allah Subhanahu taala biləndir, hikmət sahibidir. Evi Kəbəni ziyarət etmək insanların yoluna gücü çatan hər kəsin Allah qarşısında borcudur. Kim bunu inkar etsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur. Bununla şeytanlar həc kimi ibadəti
ələ salmaq, istehza etmək, həcc kimi ibadəti kafirlərin qurduğu BMT-yə bənzətmək, yəni bu insanın nə qədər ağıldan kəm olduğunu, ağılsız olduğunu, nə qədər düşüncəsiz olduğunu göstərən bir səbəbdir, bir məsələdir. Vallahi ki, yer üzündə müsəlmanlar Allahın evini sevirlər və sənin kimi zındıqlar, dinsizlər nə qədər danışsalar da boş-boş, hər il say artır. Hər il Allah həmd olsun say artır. Hər ildə o müsəlmanlar qəpik-qəpik pulunu toplayıb Allah üçün evi ziyarət etməyə gedir. Necə ki, sən öz qızını ziyarət etmək üçün Amerikaya getmirsən, məgər Amerikaya getməyə bilən $100. Onun da qiyməti, bəlli bir qiymətin özü bahalı azdır deyil. Gedirsənsə, niyə gedirsənsə? Gedmə günə. Həmin ili o bileti aldığın, qızının yanına getdiyin, orada qaldığın müddəti, pulunu yığ. Demirsən 2 dənə tələbə, 1 dənə tələbə deyirəm sənə oxutdur, 1 dənə tələbə. Hünərin çatırsa bunu edə, müsəlmanları niyə qılmırsan ki? Allah həmd olsun, müsəlmanların içərisində o qədər müsəlmanlar, o qədər xeyirli işlər görürlər. Sənə gəlib bunun barədə atçot vermədilər ki, mən bu qədər iş görmüşəm. Ona görə də qardaşlarım, insan belə şeytanlardan, belə şarlatanlardan uzaq durun, bəylərini qulaq asmayın, bunlar yalansıdırlar və insanları özlərinin gününə qoymazdır. Allah subhanahu ta'ala sizə bəylərindən şərrindən, Allah ta'ala dövlətimizi, məmləkətimizi belə şeytanlardan qorusun. Allah'a əmanət olun. Esselamu aleykum və rəhmətullah və bərəkətuh.